Sonra kəsildi. Benim qanatlarımın altına sığınmışam bu səfər. Yatıb qalmışam. Bir saat qalmış sataraq. Çox gərgin hiss edirəm. Düşməndir bu. Kəsildi həm də konkret kəsildi. Herkese salam, mən Nuray. Kanalıma və videoma xoş gəlmisiniz. Bugün imtahan sessiyasına necə həyatda qalmaq olar, onu vloqlayırıq. Və sabah mənim imtahanım var. Buna görə də bugün dərs oxumalıyıq və siz də mənimlə birgəsiz. Saat artıq 8-in yarısıdır və dərsə başlamalıyıq. Ümumi olaraq bugün 25 yaxud 20 sual oxumağı düşünürəm. Çünki əvvəlki günlərdə də 23 sual, 25 sual oxumuşam və nəticə olaraq 45 yaxud 50 suallı imtahana girməyi düşünürəm. Vaxtımız biraz azdır, ona görə də başlayaq. Saat artıq 2-dir və 12 sual oxudum ümumi. Bu səhifəni bitirdim. Cəmi 35 sual oldum. Nahar fasiləsi verək, sonra da gedək kitabxanada davam edək. Kitabxanadan çıxdıq. Yanımda Günay var. Neçə sual Günay? 39. Məndə də 45. Nə düşünürsən imtahan haqqında? Düşünürəm ki, mənim və Nurayın bəxti gətirəcək, yəni oxuduğumuz yerlərdən çıxacaq və mən 30 plus alacağam, Nuray da 45 plus alacaq. Bizə uğurlar arzulayın və sabah təəssüratları isti-isti. Bu videoya baxanda biz yəqin cavablarımızı Biz final boss hazırlaşmış oluruq da, yəni etnografiya. Yəni da mən tarixdə ilk dəfə olaraq bu imtahanda 40 plus sual oxudum. Həmişə 30 neçə ilə gedirdim. Və sən ki mən? Mən başlanğıcda daha çox oxudum deyəsən. Amma mən etnografiyada 50-55 falan belə oxumaq istəyirəm. Ben mi demişim onu? Siz dediniz abi. Gedək. Evdən çıxıram. Axşam təkrar eləyəsiydim, yatıb qalmışam. Səhər 5-də durdum ki, təkrar eləyim. Eyə bilmədim, çünki yenə yatdım. İndi təkmidim, təcrübə orada təkrar eləməkdir. Yəni, başqa bir çarəm artıq qalmıyor. Önce gedirəm indi yavaş-yavaş. Hər halda 1 saat qalmış sataraq. Biraz orada oxuyuram. Bilmirəm, hamısını təşkil edə bilməyəcəm bu etiram ki. Yox, yenə 20-30'unu təşkil etsəm, bəlkə çox gərgin hiss edirəm. Çox imtahan qabağı belə oluram, amma ekstra bir gərgin var. Bir də gün də çıxmayıb. Baxın, hava da pis, yəni bu fən necə bir fəndir artıq. Nəysə, tək Misirdən tək yadımda qalan Həzrət Yusuf'dakı adlardır, yəni. Ben bundan böyle amına tapmıyorum. Artıq yetər, yəni. Həqiqətən bezdim. Gedim, yəni, yazım bitsin. Əvvəlki imtahanın 50 olmağın çox rahatlığı var üstümdə. Yəni, ondan almışam da, yəni, niyəsə bütün imtahanlardan el alacağımı düşünürəm. Ondan 25 tonla getmişim. 25 tonla 50 olmuşamsa, yəqin 45 tonla da alaram. Bəs 2-3 dənə sual yadındadır falan da. Mən çıxacam 1 saat yarım imtahandan. Saat 1'ə qalmış 5 dəqiqə. Bütün suallar Nuray yadda düşəcək. Duz qatırlar, istiotunu vururlar, xiyarını doğrayırlar, göyərtisini doğrayırlar, olur akroşka. Bir də baxacağım ki, Nuray çıxıb, neçə deyəm Nuray? Hamısını yazdı. Müəllimin yerinə də girdim. Necə gözləyirsən? Yəqin 48 zat verərlər ya. Bax, belə olacaq. Bax, təki versinlər. Ayaqlarımla da köməkdir. Düşməndir bu. Bu da əslində 1-də gözlüyüm, 2-dən qalxdı, 2-yə çıxdım, 3-dən qalxdı. Nə düşünürsən? Hansı? Option imtahan yoxsa sırf bu? Sırf bu. Sırf bu imtahan haqqında 46 nəticədə kəsilməmək istəyirəm, başqa da etsin. Allaha təvəkkül gəlsin.
Nesə gözləyirsən? Hə, 17. Ya da yox 25 saat. Ruslan abinin qanatlarının altına sığınmışam bu səfər. Özüm ona təqdim. Ruslan abi. Ruslan abi. Sülalələrin dövrü isə Misirli güclü məşhurlaşmış dövlətə çevrilmesi, iqtisadiyyatı yenidən inkişaf edir, Amenemhetin İşte bilmirəm. suvarma sahəsində böyük işlər görülür. Sən Lara. 17. Niyə geç oxumusan? Bilmirəm. Heç nə? Var prosta nəsə sual. Bərəkət qatmasını saymışsan. Neçə istəyirsən? Neçə gözləyirsən? 17 istəyirəm, heç nə gözləmirəm. Nuray neçə gözləyirsən? İstəyirəm, başqa. Mən? 50. Yatıb qalmışam, çox ağırlı olduğum üçün gecəyə saxlamışdım, prosta yatıb qaldım. Səhər də gec durdum, ona görə heç nə. Sıfır bal qarantisi. Kəsik iyisi hiss edirsən özünü. Azsa? Gəlirəm. Girişin neçədir? 46. Oh my goodness, 5 dəqiqə. 2 hours later. İmtahana çıxdım. 5-ini də yazmışam yazmağına. Bəzi joblar da var. Anonim yoxlaması həmçin Nuray kəsildi. Gələn semestr mən kəsirdə həm də konkret şəkildə. Wilson! Lo siento! Salam uşaqlar. Deməli, dünən video çəkmədim. Ona görə ki, yəni heç bir şey eləmədim, heç bir şey oxumamışam. Çünki ümumiyyətlə bir imtahan cavabı çıxmamış, mən digərinə hazırlaşa bilmirəm. Dünən də cavablar çıxmadı. İndi artıq 2-ci gündür və hələ də cavablar çıxmayıb, hələ də gözləyirik. Yəni PDF falan gəlib çıxartdım ki, vaxt getsin, ən azından cavablar çıxsın. Ümumiyyətlə keçən semestr bizdə cavablar bir günə çıxırdı və bu çox yaxşı idi. Məsəl üçün günorta ya da axşama kimi cavablarımız çıxırsa, indi elə deyil. 2 günə çıxır minimum və əvvəl də bundan əvvəlki imtahanlarda saytı bağlayırdılar. Saat 9-dan 5-ə kimi biz ümumiyyətlə sayta girə bilmirdik. Amma son imtahanlarda saytı açıblar. Yenə də giririk, cavab yoxdur. Nəysə, hələ də gözləyirik. Ümid edirəm ki, yəni 1 saata falan çıxar. Çünki həqiqətən gözləməkdən çox yorulduq. Hamı həyəcanla gözləyir. Çünki mən əslində 40 plus gözləyirəm. İmtahandan çıxanda yəni elə gözləyirdim. Sadəcə olaraq yoxlayan müəllimdən çox şey asılıdır. Bir sözlə uşaqlar, gözləyirəm ki, cavablar... Sen çok komik. Çok komiksiniz. Ümid edirəm ki, yaxşı olar və yaxşı bir bal gəlmiş. Cavablar çıxanda sizlə bölüşəcəm. Bir də etnografiya imtahanı hazırlaşmadıq. Yəni heç yəni hazırlaşacaq şeylər deyirəm. Axırıncı imtahanlar çəkilmiş. Çaresizim, çaresiz bir I saw it glitter as I grew and loved it. Why I never knew. I thought this place was heaven sent, but now it's just a monument. Uluslararası nizamiyə gəlmişəm, yadıma düşməkdə sertifikatım var, gedirəm onu götürmək. 3 ayda falan götürmürəm də, burada qalır. İndi götürürüm. Cavablarda çıxmır. Senin haberin yok ya da bu rolün çok. Cavablar çıx. Azərbaycan dili üçün bildirməz. Hə, cavablar çıxana qədər evə getmirik. Kara geceler üzerime titreyen Artıq 4 günlük ki bizim cavablarımız çıxmır. İlk dəfədir ki, bu qədər gecikdi bizim cavablarımız və artıq 3 gün sonra da bizim imtahanımızdır. Heç oxuya bilməmişəm bu cavabı gözləməyə görə və dəhşət dərəcədə gerici şəkildə gözləyirdi və bu dəqiqə cavablarımız çıxıb. İndi dedim sizlə bir yerdə girək cavablara baxaq. Bayaqdan baxmamışam ki, sizlə baxacağam. İndi girək. Ümid edirəm ki, yəni sayt məni gecikdirməz. Hələ fırlanır. Hazırsa tıklayıram. Görək. Bal. almışam. Ayda. Gözləmirdim 50 açığı, belə 40 plus gözləyirdim. Ayda.
Çox sevincliyəm şu anda. 96 oldu dostlar. 50 olmuşam, yəni. Bəli. Çox sevincliyəm şu anda. Bundan əvvəlki imtahanda 50 idi, bu imtahanda 50 idi. 40 plus gözləyirdim. Hətta deyirdim ki, yəni başqa belə müxtəlif şəkildə yoxlansa, bəlkə nətər deyim, 40-dan bir ehtimal düşünürdüm ki, aşağı gəlmə ehtimalı var, amma 5-ini də yazmışdım dediyim kimi. 96 oldu ümumi. Yəni A, bu qədər. Baxın qrupda mənə 90 dənə mesaj gəlib, soruşurlar. Gedim onlara da deyim artıq. Hər kəs xalq olaraq rahatlaşaq. 4 gün gözləmənin sonucunda, yəni. Təsəvvür edin, 4 gündür yerə göyə sığmıram da, yəni. Dura bilmirəm bir yerdə. Şükür. Əla! Kanalıma abunə olmağı və videomu bəyənməyi unutmayın. Gələn videolarda görüşəndək hələlik.